Qəbul edirəm. Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli üzvlər, mən Avaqrup şəxsi inkişaf qruplarının rəhbəri İlhamə Bayramova. Növbəti maraqlı və faydalı təlimlə qarşınızdayıq. Bugün bizim dəyərli təlimçimiz Zaur bəy bizlərə öz faydalı məlumatlarını, bilgilərini bölüşəcək. Onunla yenidən təlim keçmək çox maraqlıdır, çox fəxr hissidir. Avaqrupun birinci təlimçisidir. İlk dəfə təlim keçməyi o qəbul etmişdi və yola beləliklə başlamışdıq. Hər görüşəndə deyirəm, hər dəfə də deyəcəm, yanımızda olduğuna görə ona dərin təşəkkürlərimizi bildiririk. Hər birinizin növbəti təlimdə yanımızda olduğunuza görə təşəkkür edirəm. Təlimlə bağlı digər mövzularda sualınız olarsa, aşağıda qeyd etdiyim əlaqə nömrəsinə yaza bilərsiniz. Bu gün isə sırf ünsiyyət haqqında, auditoriya qarşısına çıxış, ümumi bizim danışığımız haqqında danışacağıq. Normalda rahat danışıram, amma Zaur bəy olduğu zaman deyəcək ki, məsələn, falan yerdə falan söz var idi və s. biraz çəkinirəm sözün düzü. Ümid edirəm bu dəfə qismən də olsa danışığım uğurlu alınmış olar. İlk Zaur bəydən xahişim olar ki, mənim danışığım haqqında fikir bildirsin. Həqiqətən də obyektiv rəylərə ehtiyacımız var. Buyurun Zaur bəy, məncə auditoriyamız sizi həqiqətən tanıyır. İTÜ qrupun təsisçisidir, təlimçimizdir bizim. Ətraflı formada da Zaur bəyin bütün keçdiyi təlimləri, kursunu və s. təlimdən sonra Avaqrupun bütün hesablarında paylaşacağım. İstər Instagram hesabı olsun, istər digər təlimlər olsun. Hər biri haqqında ətraflı məlumata sahib olacaqsınız. Təlimin təkrarını YouTube-dan izləyə bilərsiniz. Buyurun Zaur bəy, söz sizindir. Hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Əslində çox maraqlı nüanslarla başladınız. Əvvəla bir məqamı qeyd etmək istəyirəm. Əgər siz məndən nitqinizi analiz eləməyimi və yaxud da nitqinizlə bağlı bir fikir bildirməyimi xahiş edirsiniz, mən belə deyərəm. Hal-hazırda burada 45-46 nəfər var və 45-46 nəfərin qarşısında bir insana sənin nitqində bu problemlər var demək əslində özü ünsiyyətsizlikdir və doğru bir ünsiyyət şəkli deyil. Ona görə bir insanın nitqində olan problemi 45-46 nəfərin yanında deyil isə, biz özümüz ünsiyyətdə problemlə qarşılaşırıq. İstədim bunu vurğulayım. Minnətdarım. Zaur Cəngilov, İTÜ qrupun rəhbəriyəm. 4 kitab müəllifiyəm. Natiqəm Mütülüyür, hal-hazırda qarşımdadır. Elə ondan danışacaq inşallah. Mənə biraz məndən danış, qırmızı ayaqqabı, düşünmək adlı dünya. Eləcə də bilgiləri emosional şəkildə ötürməyi sevən bir natiqəm, düzdür. Bugün bir yorğun natiq olaraq qarşınızdayam. Həm tıxacda qalmaq, həm 5 saat təlimdə olmaq və yenidən sizlə birlikdə ünsiyyət qurmaq çox maraqlı olacaq. Təxminən 50-yə yaxın insanla söhbət eləmək, bu axşam bir yerdə keçirmək mənim üçün zövqdür. Əvvəla sizə təşəkkürümü bildirirəm ki, mənlə bir yerdə ünsiyyət quracaqsınız, mənim ünsiyyət ehtiyacımı ödəyəcəksiniz. Və əgər biz də sizin ünsiyyət ehtiyacınızı gün ərzində 1 saat yarım ərzində ödəyə bilsək, bizim üçün çox xoş olar, zövq alarıq. Əvvəla mən belə bir sualla başlamaq istəyirəm. Sualım budur. Hamıdan cavab istəyirəm. Hətta siz görüntüləri açsanız daha çox sevinirəm. Sizi görmək mənə xoş olar. Məsələn, sizdə bir nitq peyvəndi olsaydı, hansı bacarığı bədəninizə yükləyərdiniz? Bu sualla başlamaq istəyirəm. Sizdə bir nitq peyvəndi olsaydı, hansı bacarığı öz bədəninizə yükləyərdiniz? Buyurun, Mələk xanım. Salam, axşamınız xeyir olsun. Əgər elə bir peyvənd olsaydı, mən səlis danışmaq və auditoriya qarşısında çıxış zamanı çəkinməmək. Aha, yəni həyəcanımı idarə etmək istəyərdim, düzdür? Bəli. Aha, başqa? Axşamınız xeyirli olsun. Hər vaxtınız xeyir olsun. Mən də istərdim ki, bax, adi normalda düşünüb yazdıqlarımı canlı, anidən, eynən ifadə etməyi bacarım. Yəni bədahətən danışa bilim.
spontan öz fikirlərimi ifadə edə bilim. Hazır Bəli, cavab yazılı. Aha, bəli, yazılı çox gözəl olur. Bəzən deyirlər ki, siz sanki ədəbiyyatçısınız. Amma canlı olanda sanki beynim sıfırlanır. Kimlə danışırıq? Mən Həsənova Nuranə. Nurani xanım, siz hansı sahədə fəaliyyət göstərirsiniz? Mən riyaziyyatçıyam. Riyaziyyatçının bu qədər gözəl yazması özü bir məharət deyilmi? Yazılı olur da, canlı olmur. Olsun da yazdan başlayırıq da birinci. Bir insanın yazısı əgər itirsə, təsirlidirsə, onun nitqini də gözəlləşdirmək daha rahat olur. Bunu sürətləndirmək, nə bilim, öz-özümə alınmır. Aha, yəni yazım yaxşıdır. Bəli, yazılı fikirlərimi çox gözəl ifadə edirəm, amma anidən sanki elə bil ki, hazır cavablıq yoxdur da. Yəni passivdir. Sözlərim hamısı passiv. Yazıda çox gözəl özünü ifadə edir, amma ağzımdan çölə çıxmır. Aha, bəli. Bəli. Digər cavablar da var yavaş-yavaş. Problemlərdən danışırıq hal-hazırda. Sualımız buydu. Nitq peyvəndi olsaydı, hansı bacarığı bədəninizə yükləyərdiniz? Səsli olaraq bildirsəz sevinirim. Hər vaxtınız xeyir olsun. Mən də sizin sualınıza belə cavab verərdim ki, məndə də çox həyəcan, hədsiz dərəcədə auditoriya qarşısında danışanda həyəcan, sıxıntı, elə bilirəm ki, mən heç nə bilmirəm, özgüvən çox belə uşağı, özüm tarix müəlliməsiyəm, heç vaxt özümə güvənmirəm. Həmişə o cür, o şüur altıma yerləşdirmişəm ki, mən heç nə bilmirəm. Çox belə də o emosiyalarla bayaq dediniz, emosional danışıq ötürmək. Əslində mənim də ünsiyyətə çox böyük ehtiyacım var. Elə bilirəm ki, ünsiyyət yaradanda enerjim çıxırmı deyim, ya nə bilim, enerji toplayıramı deyim. Cümlə sizə bir cümlə oxumaq istəyirəm. Özüm sosiologiyanı bitirmişəm. Mən daha çox insanlarla ünsiyyəti xoşlayıram. Müəlliməm olmaqla artıq uzun illərdir, amma həmişə o sahəyə, yəni sosiologiyaya həmişə meyilli olmuşam. Biz rayon yerində yaşadığımıza görə, yəni o alınmayıb da mənim üçün ki, mən haradasa burada o mənim sahəm üzrə iş yoxdur deyənə fəaliyyət göstərmək mümkün deyil. Mən o vaxt elə tarixçi, sosiolog kimi çalışmağa başladım, müəllim kimi. Təşəkkür edirəm Gülnar xanım. Belə bir cümlə deyəcəm sizə, çox maraqlı bir cümlədir. Deyir, Howard Goshour qeyd edir ki, insanın beyni həddindən artıq xariqülədədir, əladır. Niyə? Çünki zarafatla deyir. Deyir ki, doğulduğu andan ilk nitqini söyləmək üçün ayağa qalxdığı ana qədər işləyir. Doğulduğu andan ilk nitqini söylədiyi ana qədər işləyir. Çünki o nitqini söyləməyə başlayanda artıq beyin gedir. Narahatlıqlar başlayır, özümüzü idarə edə bilmirik. İndi inşallah bunlardan ətraflı olaraq danışacağıq inşallah və düşünürəm ki, siz də yəqin danışarkən, söhbət edərkən özünüzü o okeanın ortasında atılmış şəkildə hiss edirsiniz. Hiss edirəm, çox bəlkə də deyirəm ki, mənim bəlkə də başqa bacarıqlarım var, amma ətrafımda istəyirəm. Yəni ki, belə təlimlərə çox istəyirəm qoşulum. Hətta əyani sürətdə də, şərait yaransa, əyani sürətdə də istəyərdim. Yəni üzbəüz olaraq. Çox gözəl olardı. Biz daim xidmətinizdəyik, ütü qrup olaraq. Daim əyani təlimlərimiz olur. Məsələn, bugün mənim 2 qrupumla təlimim olub, sabah 2 qrupla təlimim olacaq. Və daim də insanların ünsiyyət ehtiyaclarının ödənilməsi istiqamətində işlər görürük. Çünki hal-hazırda ən böyük problem əslində özünü ifadə problemidir. Bugün çox insan bizə müraciət edir, mən qorxuram, narahatam, özümü ifadə edə bilmirəm. Əslində ifadə etmək üçün mühitim yoxdur. Bunların səbəbi nədir? Bunların səbəbi nədir? İnsanlar niyə belə danışanda sıxıntı çəkir, niyə həyəcanlanır? Özgüvəndimi? Nədir bunların səbəbi? Ümumiyyətlə, bir insanın 3 səbəbi var ki, o həyəcanlanır. Birinci fiziki səbəbdir, yəni fiziki hazırlığı istənilən səviyyədə deyil. İkinci, bilgi səviyyəsi, yəni texniki hazırlığı. Çünki nə qədər də biz özümüzü savadlı saysaq da, həmin gün üçün savadsız ola bilərik. Bəli. Bəli.
Üçüncü detal isə zehni detallardır. Yəni, mən psixoloji hazırlıq baxımından hansı səviyyədəyəm? Mən ümumiyyətlə özümə hansı təlqinləri irəli sürürəm? Mənə indiyə qədər hansı təlqinlər irəli sürülüb? Mən ümumiyyətlə dinləyicimlə bağlı hansı təəssürata sahibəm? Bu suallar ortaya çıxır. Yəni, biz bugün bir öz hazırlıq səviyyəmizdən qorxuruq. Bir də dinləyicimizdən qorxuruq. Problemimiz budur. Ya yaxşı hazırlaşmağı bacarmırıq, ya da dinləyicimizi gözümüzdə böyüdürük. Bu iki detal üzərində oturub işləmək lazımdır. Mən deyim ki, mənim dinləyicim dəyişdi. Günah xanım, təşəkkür edirəm. İndi digər yoldaşlara da söz verəcəm, bilmir. Onlarla da ünsiyyət quracaq və ətraflı olaraq bu məsələyə də toxunarıq. Yəni, klassofobiya, səhnə qarşısında çıxış eləmək qorxusu deyilən bir anlayış var. Əla, digər yoldaşlardan fikirlər alaq. Sual buydu. Nitq peyvəndi olsaydı, hansı bacarığı bədəninizə yükləyərdiniz? Axşamınız xeyir. Kimdən danışırıq? Hüseynova Şəbnəm. Buyurun Şəbnəm xanım. Zaur bəy, ikinci onu vurğulayım ki, mən özüm müəllimə işləyirəm. Artıq 13 ildir. Nə güzel. Mən çalışdığım müəssisədə işçilər hər zaman mənə deyirlər ki, siz nitqinizlə fərqlənirsiniz bizdən. O baxımdan ki, fikirlərinizi çox doğru izah eləyə bilirsiniz, ifadə eləyə bilirsiniz, fikrinizi çox gözəl çatdırırsınız. Yəni, onların fikrincə məndə natiqlik bacarığı var. Yəni, özüm də bunu haradasa hiss eləyirəm, amma bilmirəm. Onlar daha çox məni, necə deyim, uğurlu görür bu sahədə. Amma bir problem var. Bayaq bir sual verdiniz. Dediniz ki, əgər natiqlik peyvəndi olsaydı, hansı problemləri aradan qaldırardınız? Məndə bir problem var. Mən emosional baxımdan, yəni əsəbi olduğum anda, gərgin olduğum halda, mən özümü ifadə edə bilmirəm. Nitqim o anda tutulur, fikirlərimi qarşımdakına çatdıra bilmirəm və bu məni çox əsəbi eləyir. Yəni, olur ki, emosiyalara qapılıram, nitqimi tamamən itirirəm də, belə deyim. Artıq mən həmən anda özümü ifadə etməyə bacarırım, kontroldan çıxır da məndə. Yəni, ifadə edə bilmirəm özüm, heç cürə. Məsələdə artıq emosional zəka mövzusu. Bəli. Bu da qarşımdakında, necə deyim, belə bir fikir yaradır ki, mən barədə. Yəni, necə deyim, mən səhvəm. Yəni, səhv duruma düşürəm, özümü ifadə eləməmək baxımından. Halbuki, adi vaxtda özümü çox gözəl ifadə edirəm. Amma o gərginlik anında nitqim itir. Şəbnəm müəllimə, sizə öz bildiyim bir texnikanı bölüşə bilərəm. İşifor deyilən bir texnika var və 8 saniyə ərzində siz dözə bilsəz o vəziyyətə, danışmadan dözə bilsəz, uğurlu bir nəticə əldə edəcəksiniz. 8 saniyə ilə 8 dəqiqə. 8 saniyə. Çox sən digər səsləri bağlasaq çox şeylərəm. Çünki mənim səsim hal-hazırda echo verir. 8 saniyə ərzində siz əgər dözə bilsəz əsəbi halda, buna nə deyirlər? Artıq beynin emosional hissəsindən məntiqi hissəsinə doğru keçir və fikirlərin oradan ifadə olunması. Mən 8 saniyə dözsəm, buna işifor modeldə deyirlər. Məsələn, qırmızı işıqda biz dayanmalıyıq, amma əsəbi halda qırmızı işıqda olduğumuz üçün istəyirik keçək. Keçəndə qəza baş verir deyə, orada vəziyyət gərginləşir. Bizim istəyimiz nədir? Bizim istəyimiz budur ki, mən 8 saniyə ərzində dayanım, düşünüm, davranım. Və o 8 saniyəni biz özümüzü udaraq keçirə bilsək, çox müsbət nəticələr olacaq. Mən bunu dəfələrlə yoxlamışam. Yəni, vaxtilə çox əsəbi olan bir insan kimi yoxlamışam. Bir dəfə bunu yoxlaya bilərsiniz. Narahat olduğunuz anlarda, əsəbi olduğunuz anlarda, kimisə sizin sözünüzü kəsdiyi anlarda, fikirlərinizi bölüşmək istəmədiyiniz anlarda. Belə hallar var. Uğur olsun, Əslan. Təşəkkür ederim. Buyurun, növbəti fikir. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun, Ayfəs xanım. Mənim də nitqimdə dəyişmək istədiyim bir problem var ki, o da ki, danışan zaman elədiyim səhvlərə fikrim orada qalır. Elə bil ki, hər hansı bir tələbəyəm özüm
müəllimə olacam da gələcəkdə inşallah. Danışan zaman dərs keçirəm, müəllim ümumiyyətlə auditoriya qarşısındadır. Danışan zaman əgər bir dənə səhv söz dedimsə, fikrim orada qalır. Ondan sonra bütün, yəni dərs boyu, yəni idarəni itirirəm deyim elə. Və bir sual verəcəm sizə Aytəs xanım. Siz səhv söz deyirsinizsə, bunu qarşı tərəf o dəqiqə tutur, hiss edirsiz tutub. Yəni bəziləri hiss edirəm ki, tutur, yəni gülürlər arada bir. Bəziləri də ki, heç bir reaksiya verir. Nümunə deyə bilərsiniz, necə səhvlər edirsiniz məsələn? Məsələn, c yerinə, nə bilim, c deyə bilərəm və yaxud da sözü Azərbaycan dilində yerinə, məsələn, türk dilində deyə bilərəm. Bir söz deyə bilərsiniz məsələn türk dilində. Mən ən çox elədiyim səhv fikrimi toplamaq sözdür, məsələn. Fikrimi toplaya bilmədim deyim. Yəni onlar siz danışanda bayılıyorlar mı? Bayılıyorlar mı? Yəni elə bir şey var. Öyle bir şey. Bu arada mənə çox vaxt o sualı verirlər. Deyirlər ki, nitq təlimçiləri çox vaxt Azərbaycan dilində danışmayan insanlarda səhv tuturlar. Şəxsən mən onun əleyhinəyəm. Həmişə deyəcəm bunu. Nitqdən önəmli olan ünsiyyətdir. Yəni ünsiyyətin parçasıdır nitq. Mən birinci səhv tutmağımızdan öncə baxmalıyam ki, qarşı tərəfin bilik səviyyəsi ona uyğundur yoxsa yox. Məsələn, biri Rusiyada yaşayıb, 20 ildən çox Rusiyadadır, gəlib Azərbaycana, gəlib bizim təlimlərə. Bu ardıcılığından proseslər gedir, düzdürmü? Mən ona deyirəm ki, sən uca deməməlisən, artıq deməlisən. Birinci bu gəlsin, adaptasiya olsun, birinci proseslərin içində daxil olsun və yaxud da Aytəs xanımın ailəsində evdə hamı c ilə, c ilə danışıb, düşünək. Biz onu qınaya bilmərik. Çünki Aytəs xanım indiyə qədər qulağı vasitəsilə ünsiyyətin 45%-ni əldə edib. Yəni, dinləməklə özündən asılı olmadan C-ni elə formalaşdırıb. Biz onu deyə bilərik ki, məsələn, Aytəs xanım, siz hər dəfə səhv edəndə narahat olursunuz, düzdürmü? Bəli. Həm də həyəcanlandım. Məsələn, indiyə qədər C ilə bağlı sizə neçə dəfə problem yaşadıblar? Əslində o qədər, yəni sırf C ilə bağlı olmur da. Yəni, bəzi hərflərdə də ola bilər ki, aşırı çox həyəcanlananda, yəni fikrim orada qalır və sözümün arxasını gətirə bilirəm. Orada, məsələn, yeni uşaqlar, dostlarım kömək edə bilər. Sizə təklifim budur. Sizə təklifim və həll olaraq göstərəcəyim məsələ budur. Siz zəhmət olmasa 40 saniyə evdə bir nöqtə tapırsınız. 40 saniyə ərzində o nöqtəyə fikirlərinizi dayanmadan çatdırırsınız. Dayanmadan. Əgər bunu 18-ci saniyədə bitirsəz, üzülməyin. Bunu 20-ci saniyədə bitirsəz, üzülməyin. 25-də bitirsəz, üzülməyin. Yavaş-yavaş qoy artsın. Yaxşı? Oldu, çox sağ olun. Və orada artıq siz hiss edəcəksiniz ki, mən hər hansı bir cümlədə dayanıramsa, o hansıdır? Tapım onu. Yaxşı mı? Oldu, çox sağ olun. Uğur olsun inşallah. Sonra? Dostlar, bilirsiniz, müasir dövrün ən önəmli detallarından biri uzun danışmamaqdır. Mən çalışıram sizə konkret təkliflər eləşdirim. Bunları eləsəz yaxşı olur. Gəlib burada biz ətraflı olaraq ritorikadan, nitqdən, natiqlikdən bəhs edilməkdənsə, sizin konkret problemləriniz üzərində işləsək daha effektiv olur. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Deyəsən Lalə xanım danışır. Bəli. Lalə Həşimova, özüm tibb bacısıyam. Nə gözəl. Həm də həvəskar olaraq yazılar yazıram. Maraqlısı budur ki, indi siz hansı peynvənddən istifadə edəcəksiniz bizə qarşı? Mən həvəskar olaraq yazılar yazıram. Hətta biz kitabda çatmışıq. 9 müəllifdən ibarət kitabda çatmışdıq. Bir ara yazılarla məşğul olurdum. Biraz həvəsdən düşmüşəm. Eyni zamanda da məndə sosial fobiya var idi. Cəmiyyət içində danışmaqda əllərimdə əsmə olurdu, tərləmə olurdu. Bu hissəni müəyyən qədər aşmışam. Ancaq yenə də elə bir ki, toplum içərisində olduqda sözləri qarışdırıram və eyni şey tez deyirəm, təkrar deyirəm.
Lale mənim. Sözlə evdə məşğul oluram. Neysə, amma ora gedib çıxanda artıq bilmirəm nə deyəcəyimi. Amma vəziyyətdən çıxmaq üçün də nəsə elə bir ki, şöyle bir şey demiş kimi oluram da. Tam özümü ifadə edə bilmirəm. Lale xanım, dünən bir məlumat oxudum, çox xoşuma gəldi. Dedi ki, insan 20 ad deyəndə, 20 ad, hər hansı 20 ad deyəndə, çox vaxt onlar ilk üçü ilə son üçünü yadda saxlayırlar. Öz-özümə düşündüm, görürsən bu nə ilə bağlıdır. Belə dərin analiz edəndə görürəm ki, aha, nitqlərdə də deməli mən daxil olanda və sonlandıranda istədiyim formada çatdıra bilmirəm deyə bəzən yadda qalmıram. Mənim ən böyük problemlərimdən biri də yadda qalmaq qorxum olur. Belə bir düşüncə ortaya çıxdı. Və buradan çıxartdığım nəticə nə oldu? Mən əslində keyfiyyətli hazırlıq irəli sürə bilmirəmsə, yaxşı hazırlaşmıramsa, deməli mən onsuz da özümü ifadə etməkdə çətinlik çəkirəm. İndi qaldı Lale xanımla bağlı məsələyə. Mən toplum önündəyəm, gəlmişəm, evdə rahat danışıram, düzdür? Elə Lale xanım. Müəyyən qədər. Amma yenə də elə güzgü qarşısında danışıram, amma yenə həyəcan var. Biz bununla bağlı bir cümlə deyirik. Mühit. Bir insan yaşamasa, o prosesin içindən çıxmaq şərtləri çətinləşir. Biz nə eləmişik? Məsələn, sabah bizim bir qrupumuzun 3-cü ayın sonuncu dərsidir. Biz onları kafeyə toplamışıq. Kafedə onlar hamının qabağında çıxış edəcəklər və orada həyəcanlarını yaşayacaqlar. Və yaxud da 22-ci bir qrupumuz bitəcək. O qrupla biz danışmışıq ki, bir məkan tutaq, məkanda onlar başlasınlar danışmalı. Və o mühitdə 10 nəfərin, 15 nəfərin gözünü görərək, üzünü görərək danışsalar, daha effektiv nəticə əldə edəcəklər. Yəni, sizdən xahişim nədir əslində? Baxın, çox gözəl bir nüansa toxunursunuz. Əslində sizin səsinizi açıb, öz fikirlərinizi səhv, düz ifadə etməyiniz belə xeyirdir. Niyə? Çünki hal-hazırda 40 neçə nəfərin içərisində biz fikir mübadiləsi aparırıq. Bəli. Özüm mütaliə eləməyi çox sevənəm bir insanım. Mütaliə eləməyi çox sevən bir insanam. Psixoloji, sosioloji, bir çox şeyləri yəni ki, oxuyuram. Həm dini, həm dünyəvi, bir çox şeylərə yəni, oxuyuram. Amma bir şey də var ki, məsəl üçün özümü qınamıram, yargılamıram. Bu şey, məsəl üçün, bilirəm ki, burada nöqsanlarım var və çıxış eləmişəm. Burada səhv var. Amma özümü yargılamıram ki, niyə mən belə bir şey elədim? Özümü çulsulamıram. Və mən deyirəm ki, əgər mən bunu addım atmışamsa, bu kiçik bir başarıdır. Mən bundan da yüksəyini eləyə bilərəm. Anladım. Ümumiyyətlə, afirmasiyalar deyilən bir anlayış var da. Afirmasiyalar özümüzə qarşı deyəcəyimiz xoş sözlər, xoş fikirlərdir. Bunları tez-tez eləməyimiz lazımdır. Mən özümdə daim bildirirəm. Yəni, öz uğurumuzu xəyal eləmək gözəl bir detaldır. Məsələn, mən bazar günü 250 nəfərin qarşısında çıxış elədim. Hətta Natiqəm obrazım da var idi, bilmirəm, bilənlər var, yoxsa yox. Həmin obrazla çıxış elədim, başqa bir obraza büründüm, fikirlərimi fərqli formada çatdırdım. Çox qorxulu bir çıxış idi. Niyə? Çünki insanlar məni qəbul etməyə bilərdi, amma ondan sonra çox müsbət fikirlər aldım, düşüncələr aldım. Bu məni sevindirdi. Niyə sevindirir? Çünki mən onun xəyalını qururdum ki, o səhnəyə çıxacaq, o səhnəyə çıxanda hansı yerdə alqış ala bilərəm, hansı yerdə insanların üzü mənə qəribə-qəribə baxa bilər və s. Yəni, o anı canlandırmaq vacibdir. Təşəkkür edirik, minnətdarıq Lalə. Təşəkkür edirəm. Növbəti bir sual verəcəm, o da maraqlıdır mənə, sonra davam edək. Sizcə, gözəl söz önəmlidir, yoxsa gözəl nitq? Yəni, sözü olmasa da olar, amma boş nitqlə, gözəl səsi ilə, təsirli ifadəsi ilə insanlara, daha doğrusu təsirli nitqi ilə insanlara maraq qata bilər. Məncə təsirli nitq başda dayanır, sonra. Çünki nə qədər gözəl danışsan da nitqin, səsin, o ifadə bacarığın yoxdursa, danışığın önəmli sayılmır. Gözəl söz deyənlər də var. Zəhmət olmasa rəydə yaza bilərik. Gözəl söz deyənlər görüm çoxdur, yoxsa təsirli nitq?
Məsələn, mən Natiqəni ütülüyüb kitabımda hər birinə toxumuşam. İndi sizə deyəcəm, bildirəcəm. Söz gözəl olmalıdır. Musiqinin sözləri kimi. Gözəl söz, gözəl nitq, təsirli nitq. Təsirli nitq. Aha. Əslində sizə bir hekayə oxumaq istəyirəm. Dünən oxuduğum bir hekayədir. İstəyirəm onu sizə çatdırım. O hekayədən cavablarımı verəcəm. Gözəl söz, gözəl söz. Baxın, o məşhur hekayə var. O hekayəni çatdırıb fikirlərimi tamamlayacaq bu məsələ ilə bağlı. Deyir, bir natiq həyatla əlaqəli nitqində evlilikdən və ailə arasında olan ünsiyyətdən danışır. Orada olanlara nitqinin sonunda biraz da təbəssüm edərək belə bir fikir səsləndirir. Aristotel deyir ki, evlənin, xoşbəxt olarsınız. Xoşbəxt olmasaz, filosof olarsınız, deyir. Dinləyicilər arasında gülüşlər artır və şəxsə sual verirlər ki, siz xoşbəxtsiniz yoxsa filosofsuz? Yəni, çıxış edən şəxsə sual verirlər ki, siz xoşbəxtsiniz yoxsa filosofsuz? O da ən güclü natiqlik cavabını verir. Deyir ki, mən xoşbəxt bir filosofam. Mən də demək istəyirəm ki, gözəl sözü olan təsirli nitq önəmlidir. Gözəl sözü olan təsirli nitq. Yəni, bizə bu günə qədər ya diksiyanı yaxşılaşdır, hər vaxtınız xeyir olsun, xoş gördük formatında bir şey aşılayıblar. Ya da o şərqin gözəl sözlərini bizə təsirli şəkildə çatdırıblar. Amma işin diksiya tərəfi yaddan çıxıb. Yəni, mən həm sözü ilə təsir edə bilən insana söz verməliyəm, həm də diksiyası ilə effektiv bir nəticə verən insan olmalıyam. Məsələ budur. İndi maraqlı başqa bir sual da verəcəm sizə. Necə eləyək ki, baxın, çox önəmli bir şeydir. Hal-hazırda hər birimiz bilgili insanlar, doğrudurmu? Məncə siz də razılaşırsınız. Necə edək ki, bilgini insanların beynində canlandıraq? Necə eləyək ki, bilgini insanların beynində canlandıraq? Nə düşünürsünüz? Salam Zaur müəllim. Hər vaxtınız xeyir olsun. Aydın xanım. Mən bununla bağlı demək istəyirəm ki, bilgini insanların beynində canlandırmaq üçün məlumat verdiyimiz hər hansı bir hadisə ilə bağlı bir təxəyyülümüzə canlandırıb onunla bağlı bir hadisə danışsaq, insanların beynində canlandıra bilərik. Məsələn, hekayələşdirərək deyənlər var. Bəli, mən də elə fikirləşirəm. Təsvir edə bilərik. Bunları nəzəri olaraq biz yaxşı bilirik, düzdür? Mən düşünürəm ki, nəzəri olaraq deyirik ki, hekayələşdirək, bənzətmələrdən istifadə edək. Məsələn, bənzətmələrdən istifadə eləmək. Gəlin belə deyək, bir oyun oynayaq sizinlə hal-hazırda və sizin hər biriniz bənzətmələrdən istifadə edərək öz sahənizi təqdim edəsiniz. Alınarmı? Səsiz bir açacaqsınız, öz sahənizi nəyəsə bənzədəcəksiniz və bizdə bir təsəvvür yaradacaqsınız ki, siz kimsiniz? Məsələn, mən Zaur Cahangirov, sözü bal kimi olan bir oğlan. Söz satışı ilə məşğul olan şəxsiyyət. Natiqlik sənətini söz satışına bənzətdim. Ağzımdan çıxan sözləri bala bənzətdim. İndi siz nə deyə bilərsiniz bununla bağlı? Təsvir eləyək. Kim eləyər mənə? Məsələn, mən deyərdim ki, əqli qüsuru olmayan, istənilən bir kəsə riyaziyyatı sevdirən birisi. Aha, əqli, yəni
inkluziv riyaziyyat müəllimi. Olar? Yəni əqli qüsuru olmasın. Aha. İstənilən bir kəsə o qorxunu da aşıb riyaziyyatı sevdirib öyrədə bilərəm. Bəs əqli qüsuru olsa necə olur? O nəyə bənzədərsiniz? Orada bacarıqlarım. Məsələn, xanım, mənim əqli qüsurum var. Mən 1+1-ə 5 deyirəm. Siz nə düşünürsünüz bununla bağlı? Hə, onu artıq sahəmdən kənardadır. Yəni məşğulda olmamışam deyə bir fikrim yoxdur. Mən 1+1-ə 5 deyirəm. Mən də dirəşirəm sizlə ki, bəs 1+1 də 5-dir. Çalışaram ki, canlı formada izah edeyim. Yox, 5-də axı. Mən onu göstərərəm ki, 5-də. Onu müəllimlərin dərslərində şahid olmuşam. Yəni çox çətin bir işdir. Uşaq dinləmir. Mən deyirəm ki, xanım, mən deyirəm 5-dir. Siz nə düşünürsünüz? Niyə boş qeyd aparırsınız ki, söhbəti? Mən etiraz eləyərəm. Çalışaram ki, sizi mənimsədim ki, hə, 1 üstəgəl 1 canlı göstərərək. Uşaq nəyisə sevirsə... Yox, Nurani xanım, 5-də axı. Niyə sübut eləmişsiniz ki, 5 deyil? 5 deyil axı. 5. Gəlin soruşaq. Hamıdan soruşaq. 1 üstəgəl 1 5 deyil. Görə kim? Nurani xanımın yanında olanlar Nurani xanımın cavabını verə bilərlər. 1 üstəgəl 1 5-dir deyirəm mən. Nurani xanım deyir 5 deyil. Görürsün Nurani xanım, Səbinə Bərzai da 5 yazır. Sonra? Yəni mənə onda sübut eləyir. Mən də qəbul edeyim. Yəni, sizcə 5 deyil, bəs nədir? Neçədir? Elmi sübuta görə 2-dir. 2-dir. Bəs bayaqda niyə demişsiniz ki 2-dir? Yox, öncə başa salmalıyam, o qəbul eləməlidir. Mənim dediyim nəticəyə özü gəlməlidir. Mən hazır hafizə yönümlü dilə heç vaxt vermirəm. Onun məntiqi, yaradıcı təfəkkürünü inkişaf elətdirib, sonra analiz təfəkkürünə keçid edirəm, özü mən deyənə gəlir. Nəyi demək istədim əslində Nurani xanım? Təşəkkür edirəm, minnətdaram. Biz ünsiyyətdə də çox vaxt beləyik. Qarşı tərəfin 5 deməsinə qarşı mübarizə aparırıq, amma öz 2-miz var da, o sıra belə 2-mizin yanında da. Deyək ki, 2-də çox sağ ol, sən 5 bilirsən, 5 bil, mən də 2 bilirəm. Amma biz nə edirik? Biz sırf onun 5-ini səhv çıxarmağa çalışırıq. Hə, faktı qoymuruq qabağa. Hə, bəli. Odur, bəs bilgi çatışmazlığı onunla bağlı olan bir detaldır. Bəs niyə keçmiş natiqlər daha bilgilidirlər, daha təsirlidirlər? Çünki faktla, rahatlıqla danışa bilirdilər. Baxın, bu da işin emosionallığının yanında olan, yəni o hekayələşdirmənin yanında olan işin logos tərəfidir, məntiqi tərəfidir. Bəli. Statistika ilə çatdırmaq. Mən indi sübut edə bilərəm ki, sizə 5-dir. Sübut edeyim. Maraqlı olar. Hə, məsələn, Nurani xanım, siz məndən tanış oldunuz, düşünək mənim təlimlərimə gəldiniz. Düzdürmü? Bəli. Hə, mənim təlimlərimə gəldiniz, sonra siz məni tanıdınız, mən də sizi tanıdım. Doğrudur? Aha, bəli. Mən bilirəm, siz də bilirsiniz. Düzdürmü? Bəli. Siz mənim təlimlərimi düşünək bəyəndiniz. Aha, bəli. Yaxşı. Siz getdiniz, Mələk xanıma dediniz ki, Mələk xanım, Zaur Cahangirov var, onun yanına təlimlər gedərsən. Dediniz. Düzdür? Aha, dedim. Siz sonra getdiniz, Aytaç xanıma dediniz. Doğrudurmu? Mən də Aynur xanıma dedim ki, Nurani xanım adlı bir müəllimə var, riyaziyyat müəllimidir. Yaxşı müəllimədir, uşağı onun yanına qoyarsan. Mən də bunu belə dedim. Düzdür? İndi Nurani ilə Zaurun ünsiyyətindən Mələk, Aytaç, Aynur xanım deyilən adamlar formalaşdı. İndi sizlə məni toplayanda 5 nəfər eləmədik. Yox, bu artım, bu başqadır. Bu başqadır. Təşəkkür edirəm, var olasın. Minnətdaram. Sağ ol. Allah razı olsun. İndi digər yoldaşlar öz sahələri görə nəyə bənzədirlər? İstəyirəm ki, axşam vaxtıdır, hamı yorulur. Gözəl, xoş istirahət olsun hamımız. Kim fikir bildirmək istəyir? Danışmayanlardan olsa bəli olar. İlk dəfə işitmək istəyir.
Qiymətli daş, qiymətli daşa oxşadıram. Nəyə bənzədirsiniz Aynur xanım? Qiymətli daş. Qiymətli daş. Sahəniz nədir? Müəllim. Nə müəllimi? Azərbaycan dili ədəbiyyat, daha doğrusu filoloqam yəni. Aha, ağır söhbət edirsiniz. Niyə qiymətli daşa bənzədirsiniz? Çünki onun qədri qiyməti zaman keçdikcə bilinir mənim üçün. Ona görə qiymətli daş fikirləşdim. Biraz da açıqlaya bilərsiniz bizə ki, necə eləyək qiymətli daşın qədrini bilək? Nəyin qədrini bilmirik? Həyatda çox şeyin qədrini bilmirik, ancaq yəni bəzən bizə toxunan sehrlərlərin qədrini zaman keçdikcə öyrənirik, dərk edirik. Mənim üçün müəllim qiymətli daşa bənzəyir, günəşə bənzəyir. Günəşə bənzəmək... Siz müəllimliyi bənzətdiniz, düzdür? Mən istəyirəm ki, sahənizi bənzədəsiniz. Başqa məsələ. Aha, peşənizi deyil də, sırf spesifik ixtisasınızı. Bəli. Digər şəxslərlə danışaq. Buyurun, kim istəyirsə, desin, Valya adlı xanımdır, bəydim, bilmirəm, amma üzrü saysın. Canım. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. Buyurun. Mənim sahəm elə bir sahədir ki, suyun formu kimi konkretdir. Nədir sahəniz? Kimya. Konkret yəni. Hə. İndi suyun formu nədir? H2O. Mənim H2O-ya ehtiyacım var. Nə bilim, suzluğunuz varsa içə bilərsin. İndi sizə bir sual verim. Mənim H2O-ya ehtiyacım var, yoxsa suya? Suya. Bəs niyə H2O deyirsiniz? Formunu soruşdunuz. Maraqlı bir əslə detaldır. Mən bir çıxışım olmuşdu, orada geçen bir fikir bildirmişdim. Dedim ki, nitq söyləyərkən insanlara H2O verməyin, su verin. Razı bu fikirlə? Razıyam əslində. Çünki H2O belə deyə bilər ki, hamı tərəfindən anlaşıla bilmir, amma su hamı tərəfindən konkret anlaşılırdı. Yəni, ümumiyyətlə maraqlıdır. Anlaşılır, kütlə başa düşür. Bəli. Yəni biz çox vaxt nitqimizdə danışarkən, söhbət eləyərkən daha ağır sözlərdən, fikirlərdən, daha qəliz nüanslara toxunaraq danışırıq. Amma H2O-nu verdiyimizin fərqində olmuruq. Elə bir şəxs ola bilər ki, H2O-nun formulunu bilməz. Nə olduğunu bilməz. Doğrudur mu? Eyni. Təşəkkür ederim. Bir də sizin soruşum var. Necə? Bir sualım da var əslində. Mənim nitqimdə belə deyim də, normal ünsiyyət vaxtı sadəcə normal ünsiyyətə qarşı-qarşıya elə hal olur ki, qarşıdakı məni başa düşmür də. Məsələn, anamla oturub normal bir söhbət eləyirik. Artıq mən gərək ona təzədən 2 dəfə, 3 dəfə təkrarlayım. Başa düşmür nitqini. Alçaqdan bir də sürətli danışım dediyinə görə. Özüm anlamıram, amma o deyir də, ətrafımda bir neçə şəxslər olur ki, deyir. Alçaqdan danışırsınız və sürətli danışırsınız. Eynən, dediyinə görə. Mən indi bu Mələk xanımla danışsın, bu sualı da yekunlaşdıracağım. Və keçəcəm natiq əməkçiliyində siz gündəlik olaraq nə edə bilərsiniz nitqinizlə bağlı bir 10 dəqiqə ona vurgulayacağım sizə. Çox sağ olun. Buyurun. Mələk xanım, buyurun. Bəli, mən sahəmin, belə deyim də sizə, kodu çözüb xəzinə tapan macəraçı kimi deyərəm. Yəni, hər yeni söz bir xəzinə kimidir. Hər yeni cümlə bir xəritənin hissəsidir. Sahənizi deməz axı. Sahəm ingilis dil müəlliməsi. Bilməyə bilərlər də, düzdür. Bəli. Bir ingilis dil müəllimini nəyə bənzərirsiniz? Kodu həll edib. Çözüb. Aha. Kodu çözüb. Xəzinə tapan macəraçı. Xəzinə tapan macərasıya. Bəli. Hər yeni söz bir xəzinədir. Hər cümlədə xəritənin bir hissəsidir. Aha. Nə ilə açıqlayarsınız bunu? Yəni ki, ana dilimiz heç öz yerində, ana dilimizi zaten bilir. Amma... Amma öz yerində deyil. Yeni söz öyrənən bir uşaq üçün, hər söz bir xəzinədir. Və o artıq cümlə qurmağa başlayırsa,
puzzle'ları sanki xəritənin hissələrini artıq toplamağa çalışır və özünü ifadə etməyə başlayırsa, artıq xəritəni tapmış kimi sayılır. Maraqlı. Təşəkkür edirik. Var olasınız. Mən təşəkkür edirəm. İndi isə mən istəyirəm sizə Natiq əmidən biraz bəhs edeyim. Bizim Natiq əmi. Natiq əmi ütülüyür adlı mənim belə bir kitabım var. Bu yay nəşr olunub və bunun daxilində sırf nitq məşqləri qeyd olunub. 21 gündə Natiq əmi hər gün bir şəxslə görüşür. Gəlin, mən o şəxslərlə bağlı sizə məlumat vereyim və görün, sizdə də o problemlər varsa, siz də onunla bağlı həll yollarını bu kitabdan tapa bilərsiniz. Məsələn, Natiq əmi birinci gün nəfəslə görüşür. Çox maraqlı bir görüşdür. Bu görüş əsnasında sırf niyə nəfəs məşqləri etməliyəm, ondan danışırlar. Niyə nəfəs məşqləri etməliyəm, ondan danışırlar. Bu arada kimsə mənə yazdı ki, öz peşənizi təsvir edə bilərsiniz. Bu kitabda həmin hissəyə çatanda, bənzətmə hissəyə çatanda mən təsvir edəcəm, inşallah. Sizcə niyə nəfəs məşqləri eləyirlər? Natiqi ilə bağlı, nitqlə bağlı. Nəyə lazım nəfəs məşqləri? Daha yaxşı nəfəsin olması. Yəqin ki, bugün aranızda ola bilər ki, səsi zəif çıxsın. Sağolunuz, bəsiniz, sağolunuz, əhvalınız. Deyənlər var. Nə düşünürsən? Yəni, məncə, nəfəs məşqlərində ümumiyyətlə danışanda qırılmalar kimi səslər çıxır da. İnsan özündən ixtiyarsız kimi səslər çıxır. Məsəl üçün, mən auditoriya qarşısında çıxış eləyəndə özümdən əsnasız olaraq hansısa bir cümləni, digər cümləni birləşdirmək üçün qırıq səslər kimi. Yəni, bu da auditoriya qarşısında bir özgüvənliyə gətirib çıxarır da. Pis qarşılanır ümumiyyətcə ki, deməli, bu öz fikrini tam səs ifadə edə bilmir. Yəni, mən nəfəs məşqi buna da xeyr edirik ki, insan öz çıxışında daha səlis danışır. Natiq əmi nəfəslə görüşəndə ona deyir ki, ay nəfəs, sən nəfəs məşqləri eləməklə səsinin gücünü artıracaqsan, daha az stresli olacaqsan, ığlardan, mımlardan, şeylərdən qaçacaqsan və ən əsası cümlənin sonunu eşitməyən insanlara öz fikirlərini çatdıracaqsan. Məsələn, Samir baxsınız. Samir baxsınız. Belə danışan insanlarımız var. Və onun qarşısını almaq üçün bu texnikalar təklif olunur. İkinci gündən 21 gündə sizə deyim qısaca. İkinci gün Natiq əmi gedir kimin yanına? Fəryadın yanına. Fəryadla söhbət əsnasında Fəryad ona deyir ki, mən necə edeyim ki, özünə güvənimi artırım, necə edeyim ki, həyəcanımı idarə edeyim. O da Fəryada deyir ki, mən özümü də idarə edə bilmirəm. Zarafat edirəm. Deyir ki, məşqlər sayəsində bunlar olar. Həyəcanı idarə olunması məşqlər ona təklif edir. Və beləcə, axırda da qəşəng bir cümlə deyir. Deyir, ay Fəryad, çalış həyəcanlan. Kimsə sənə desə ki, həyəcanlanma, o yalan danışır. Çünki Mark Twain də deyir ki, iki tip natiq var. Yalan danışan və həyəcanlanan. Belə bir şey deyir. Üçüncü gün Natiq əmi tənbəllə görüşür. Yəqin aramızda tənbəl olanlar var. Bu, gündəlik həyatdakı tənbəllikdən ibarət deyil. Bu, ağız tənbəlliyi ilə bağlıdır. Birinin çənəsi, birinin dili, birinin dodağı yaxşı işləmir. Bu da nitq problemlərindən biridir. Bundan danışır. Dördüncü gün Natiq əmi ilə dağarcıq görüşür. Dağarcıq sözünün iki mənası var bu arada. Bir xurcun deməkdir, bir də yaddaş. Və söz ehtiyatının artırılması ilə bağlı ona öz fikirlərini bölüşür. Şəxsən mən özüm də ən böyük problem kimi insanların söz ehtiyatının azlığını görürəm. Çünki danışarkən görürəm, az sözdən istifadə edirlər. Yəni, 300-400 sözlə xariqüladə bir nitq söyləməyə çalışırlar. Bu çox vaxt nəticə vermir və yaxşı bir sonuca bizi aparmır. 5-ci gün Natiq əmi Məlahətlə görüşür. Sizcə nəyə görə Məlahətlə görüşə bilər? Məlahət deyəndə ağzı nə gəlir? Məlahətli nitq. Səslə bağlı. Səsin tonu, məntiqi vurğu ilə bağlı öz fikirlərini ona çatdırır və müxtəlif məşqlər irəli sürür. 6-cı gün Natiq əmi göz əllə görüşür. Göz əl. Gözəl nə ola bilər bir yerdə?
göz, əl. Jestlər. Bədən dili, göz və əl, gözəl. Bugün ən böyük problemlərimizdən biri də budur. Göz kontaktı qura bilmirik söhbət eləyərkən, bir nöqtəyə baxıb özümüzü ifadə edə bilmirik. Belə hallar var. Hətta o zaman çox gözəl bir fikir də səsləndirir. Deyir ki, ay dostum, sən bir neçə dili bilə bilərsən. Məsələn, ana dilini, qəlbinin dilini, bir də bədən dilini. Belə bir fikir səsləndirir. 7-ci gün Natiq əmi kimlə görüşür? Camal'la görüşür. Camal deyir ki, ay Camal, sən vizuallaşdıra bilərsən, bənzətmələrin gücündən istifadə edə bilərsən. Deyir, necə? Deyir, mən özümü bir Natiq əmi olaraq, bayağı da mənə sual verildi, mən orkestrsız toya gedən müğənniyə bənzədirəm, deyir. Orkestrsız toya gedən müğənni. Deyir, necə yəni? Deyir, bax, bilgiliyəm. Musiqisidir, mahnı oxuyandır. Çox gözəl də mahnı oxuyur. Düzdürmü? Bu adamı dəvət edirlər. Gedib tədbirdə başlayır oxumağa. Amma ansamblı yoxdur. Heç kim oynamır. Ansamblı nədir? Ansamblı sözü, səsi, vurğusu, fasiləsi və sürəti, intonasiyası. Bunları inkişaf etdirəndə hamı ayağa qalxır, başlayır oynamağa. Ona görə biz natiqlər çox vaxt orkestrsız toya gedən müğənniləri düzəldən şəxslərik. Orkestrsız toya gedən müğənniləri düzəldən şəxs. 8-ci gün deyir, hekayə danış. Hekayə danış deyəndə burada hekayələrin gücündən bəhs edir. 9-cu gün CC ilə bağlı həll yolları göstərir. 10-cu gün qısa və uzun danışmaqdan bəhs edir. 11-ci gün həmin Natiq əmi deyir, yazmaq çox önəmlidir. Yazmaq nitqi itiliyir. Bu arada boş vaxtlarınız olanda özünüzə məktub yazıb səsləndirə bilərsiniz. Mən çox vaxt deyirəm bunu. Məktubu yazırsınız və səsləndirirsiniz. Gözəl bir detaldır. 12-ci gün hazır cavablıqdan bəhs edir. 13-cü gün Natiq əmi yenidən Məlahətlə ikinci dəfə görüşür. İkinci dəfə görüşəndə səsin gücündən bəhs edir. 14-cü gün fasilə ilə bağlı danışır. Nitqdə bəzən fasilə vermək lazımdır, deyir. 15-ci gün isə Natiq əmi sürətdən danışır. Nitqin sürətindən. 16-cı gün artıq yavaş-yavaş bitməyə doğru gedir. Natiq əmi giriş texnikalarından, inkişaf texnikalarından, finallardan bəhs edir və düşünün ki, Natiq əmi dinləyicilərdən danışaraq yavaş-yavaş son günlərə çatır, diyaloqlarla nitqin inkişafını vurğuluyur, diyaloq oxumaqla və beləcə yavaş-yavaş Natiq əmi öz funksiyasını bitirir. Və çox maraqlı bir detaldır ki, bu kitabdan 21 gün ərzində olan materialları məşğul eləməklə siz çox rahatlıqla bu prosesləri təkmilləşdirə bilərsiniz. İndi istəyərəm ki, yenidən bəzi sualları verəsiniz, orada yazılan suallar. Hətta bir nəfər mənə kömək etsə çox yaxşı olar. Bir nəfər səsini açsın, moderator olaraq, əgər mümkünsə. Orada yazılan sualları sürətli şəkildə desin, biz də kömək edək. Olar mı? Əla. Ümumiyyətlə, vaxt tapdıqca siz də o Natiq əmi ütülüyü kitabındakı hər hansısa bir məşq eləyə bilərsiniz. Buyurun, buyurun. Kim mənə kömək edir? İlham xan buradadır. Bəli, Zahir bəy, buradayam. Diqqətlə dinləyirdim. Hər kəs suallarını vurğulasın. Biz də o cəhətdən düşüncələrimizi bölüşək. Bəli. Buyurun, chat bölməsi məndə uzun formada tam ekranda açılmır. Aşağıda gəlir düşür. Ümid edirəm ki, görmüş olaram. Kiminki görünməsə səsli formada bildirə bilər. Onsuz da təlimimizin də mərzunə uyğun olaraq səsli formada ifadə etməyiniz sizin üçün daha yaxşı olur, amma yazılı formada da qeyd edə bilərsiniz. Buyurun.
bir daha qeyd edeyim ki, həmin bayaqdan dediyiniz problemlərin həlli ilə bağlı bizim 3 aylıq proqramımız var və o proqrama qoşularaq biz də daha yaxşı nitqə sahib ola bilərsiniz. Sual olan var mı? Ha, buyurun. Aha, bir şey qeyd edeyim. Sabah bizim həm də Natiqlik klubumuzun görüşü var. Kimlər istəsə iştirak edə bilər. Biz ayda 2 dəfə Natiqlik klubunda müxtəlif şəxslərlə çay süfrəsində söhbətlər edirik. Və maraqlı müzakirələrimiz olur, oyunlarımız olur. Sırf özünü ifadə oyunlarından söhbət gedir. Aha, Sabah Greenwood Bakıda 15:00-da orada olacağıq. Kimsə istəsə gələ bilər. Aha, Zahir bəy, onu icazənizlə mən alaram Fatimə xanımdan və paylaşaram qruplarda ki, daha ətraflı məlumat üçün Fatimə xanıma yaza bilərlər. Bəli. Buyurun. Daha? Bir şey də qeyd edeyim, İlham xanım. Bəli. Biz bütün bu proseslərin həll yollarını daha da əlçatan etmək üçün 22 video dərslik bir proqram hazırlamışıq. Hələsə 2-3 dəqiqəlikdir. Bəli. Və orada bütün proseslərin həll yolları göstərilib. 22 videodur. Hər videoda 2-3 dəqiqə ərzində oturub baxaraq həll yollarını tapırıq. Və məsələ natiqlikdə həll yolu deyil. Həll yolunu tapandan sonra onu praktik olaraq özündə əks etdirməkdir. Bunu da vurğuluyum. Aha, dünən onu mən gördüm, gecdi, həm də dedim təlimdən sonra paylaşsam daha effektiv olar. Siz üçün ki tanıdılar bir daha. Aytəz xanım qeyd edib ki, auditoriya qarşısında danışıb bitirdikdən sonra əl əsmələri olarsa, ürək vurması artmasının qarşısını necə ala bilərik? Nəfəs məşqləri sayəsində. Ümumiyyətlə, mən bir pof deyilən məşqim var. Dərindən nəfəs alırıq, belə əlimiz bağlı. Sonra pof deyilən məşqlər edirik. Bu tipli çoxlu məşqlər var. Onlardan birini edə bilərik. Nəfəs məşqlərini daha çox araşdıraq. Çünki rahatladır, beyni oksigenlə təmin edir, kortizol deyilən hormonu azaldır. Bəli, təşəkkür edirik. Ayşə xanım soruşub ki, YouTube kanalınız varmı? Həm Zaur bəyin var, ütü qrup, həm də Ava qrupun hər ikisinin. Ütü qrupun YouTube kanalını daha çox izləsələr yaxşı olar. Üstə gəlbə Instagram üzərindən Zaurizm və yaxud da Ütü Az səhifələrini izləsəz, oradan ətraflı hər bir şey haqqında məlumatda ola bilərsiniz. YouTube-da mənim bir neçə podkastım da var, özünə güvənli nitqlə bağlı. Çox faydalıdır, mən də izləmişdim yayda. Onları da dinləyə bilərsiniz. Bəli, mən mütləq ki, bu təlimdən sonra həm Instagram, həm YouTube kanalını həqiqətən çox faydalıdır. YouTube kanalındakı videoları mən özümdə mütləq izləyirdim. Bilirsiniz, bəzi videolar var, uzun-uzun davam edir, amma nəticə gəlib çıxmır, axıra çatılacaq. Amma həqiqətən Zaur bəyin videoları eyni ilə baxın bu təlimdə olduğu kimi konkret nə sizə lazımdırsa onu bildirir. Amma nəfəs məşqi elədir ki, həmişə etməlisiniz. Bir-iki dəfə etdim, əsas məsələ də budur. Yəni 5 dəqiqəlik videodur. Baxırsan ki, hə 5 dəqiqə baxım bitirim, amma onu hər gün 5 dəqiqə baxmalısan. Bu formada çox yararlı videolardır. Başqa? Bəli, məsələn məndən soruşurlar ki, bunun həll yolu nədir? Deyirəm ki, söz ehtiyatını artırmaq üçün sən oxuduğun kitabdan müxtəlif sözləri özün üçün yazıb, sonra onun sinonimlərini tapıb, sonra həmin sözləri cümlələrdə işlədərək nəticə əldə edə bilərsən. Belə bir fikir səsləndirirəm. Kitab oxuyursan, oxuduğun sözləri seçirsən, seçəndən sonra onların sinonimlərini tapırsan, sinonimlərdən sonra cümlə qurursan və başlayırsan danışmağa. Bunu deyirəm. Məsələn, özüm də bir söz götürə bilərəm, hər hansı bir söz. Ağlamaq. Ağlamaq sözünü tapmışam, düşünək. Öz-özümə deyirəm, görürsən bunun alternativi nə olar? Göz yaşı tökmək. Bəsit nümunə olaraq deyirəm. Göz yaşı tökmək. Nə qəşəng. Lüğətdən də baxıram, görüm başqa alternativ varmı? Tapa bilmirəm. Yaxşı, tapa bilmədim. Göz yaşı tökmək, ağlamaq. Sonra başlayam eləməyə. Mən səhərdən axşamacan göz yaşı tökürəm, ağlayıram.
belə bir cümləni intonasiyanı özümə deyirəm. Yəni, həmin o sinonimlərini tapdığım sözlər ağzımdan çıxır və aktivləşir. Aktivləşdikcə o söz mənim olur. Məsələ budur. Aha, təşəkkür edirik. Raminə xanım qeyd edib ki, auditoriya qarşısında danışarkən çox zaman həyəcanlanıram, qızarıram, utanıram, amma həyəcanlandığım üçün belə olur. Bunun qarşısını necə ala bilərəm? Həyəcan idarə olunması ilə bağlı yenidən bir məsələni qeyd edirəm. Siz yaxşı hazırlığın necə olduğunu öyrənməlisiniz. Çox vaxt o sual verirlər mənə ki, mən necə edeyim ki, həyəcanımı idarə edeyim. Qalıram belə baxıram ki, mən özüm 30-40 texnikanı öyrənib həyəcanımı idarə edirəm. 30-40 texnikanı öyrənib həyəcanımı idarə edirəm. Axı, mən sizə bir texnikanı desəm, siz onunla idarə edə bilməyəcəksiniz deyə bir içimdən bir ahvay keçir də, narahat oluram. Çünki bu sayənin adamıyam deyə bilirəm ki, bu bir texnika ilə olan bir şey deyil. Məsələn, real danışacağım sizə. Ağız aparatında problem var adamın, o da həyəcanla təsir edir. Söz ehtiyatı azdır, həyəcanla təsir edir. Səsi zəifdir deyir, ayda birdən səsini bəyənməzlər. Təsir edir. Hamısı o qədər bir-biri ilə əlaqəlidir ki, mən bunu belə deyirəm, cavabımı belə verərəm. Əgər siz həyəcanınızı idarə etmək istəyirsinizsə, nitq adlanan bir puzzle tapmalısınız. Puzzle. Və o puzzle'ın müxtəlif tərəfləri var. Səs, söz, bədən dili və s. Fiziki hazırlıq, nəfəs, zehni hazırlıq, psixoloji hazırlıq. Bunların hər birini toplayıb o puzzle'ı birləşdirməlisiniz ki, siz həyəcanınızı idarə edə biləsiniz. Cavabım belə olur. Bəli, təşəkkür edirik. Mən də bu həyəcan haqqında çox araşdırmışdım və belə bir fikir oxumuşdum ki, həyəcan hər zaman var, sadəcə onu idarə etməyi bacarmalısan. Elə etməlisən ki, həyəcan sənin həmin anki auditoriya qarşısında hazırladığın o sözləri yeməsin, həmin gününü məhv etməsin. Bu fikir sizcə Zaur bəy haqlıdırmı, yoxsa zamanla bu məşqləri etdiyimiz zaman həyəcan tamamilə yox olarmı? Onsuz da çıxışın əvvəldə də bildirdi. Hətta bu yaxınlarda mən bir elan görmüşdüm ki, həyəcanın aradan qaldırılması təlimi. Tamamilə razı deyiləm. Həyəcan aradan qalxmamalıdır. Həyəcan məsuliyyətdir. Həyəcan dəyərdir. Çünki insan öz nitqinə dəyər verir ki, auditoriyasına dəyər verir ki, həyəcanlanır. Bəli. Amma biz həyəcanın idarə olunması ilə bağlı texnikaları bölüşə bilirik. Məsələn, bir müəllif var idi, onun çox gözəl ifadəsi var. Qeyd edir ki, sən həyəcanlanırsansa deməli bir qəlbin var. Budur. Amma texnikalarla bağlı bir daha qeyd edirəm. Mənim 2 saatlıq bir həyəcan idarə olması təlimim də var, ətraflı olaraq. Mən onlardan birini burada desəm, sizə xeyir verəcəyini düşünmürəm. Çünki bu sistemli bir prosesdir. Bəli. Hətta Zaur bəyin keçən il bir təlimi olmuşdu. Mən orada qatılmışdım 1 ay ərzində. Çox faydalı idi. Onlayn formada baş tutdu. Əyani getmək məndə alınmırdı və 1 ay ərzində müxtəlif mövzularda, hansı ki 8 dərs idi, hərəsi fərqli, həmin auditoriya qarşısında məsələn çıxış etməyin yolları. Onu fərqli sahələrdə mövzuları sizə çatdırırdı. Düzdür, 1 ay bəzən kifayət etmir, amma ən azından harda olduğunu, səndə hansı problem olduğunu bilməlisən ki, onu daha da genişləndirə biləsən. Yəni bu tipli təlimlərdə bizim üçün çox faydalı olurdu. Başqa, həyəcan insana enerji verir. Bəli, Nərgiz xanım, məndə mesaj düşür ekrana, oxudum, oxumadım, artıq növbəti mesaj gəlir. Kim istəsə səsli formada öz fikrini aydın izah edə bilər. İnanın ki, bu sizin üçün daha faydalı olacaq. Bəli, məndə aşağıda görünür kompüterdə. Ondan sonra növbəti mesaj gəldisə, o artıq silinmiş olur. Məncə bizdə nitq problemləri bir deyil. Çox problem olduğu üçün kompleks yanaşmaq lazımdır. Çox gözəl bir yanaşmadır. Çünki biz bir problem üzərindən gedirik. Məsələn, sizə nümunə deyəcəm. Bugün dərsimizdə xanımın CC problemi var. O başladı danışmağa. Dedim, əslində sizin CC problemindən əlavə çənə tənbəlliyiniz var.
Yəni adam çırdan sonra əyni deyəndə ağzını aça bilmir, anı deyəndə ağzını aça bilmir. Bu sənə tənbəlliyi ilə bağlıdır. Birinci bu həll olunmalıdır. Sonra C həll olunmalıdır. Məsələn, bir insanın şəxsi travması var, psixoloqun yanına getməlidir. Sonra deməlidir ki, mən gedim auditoriya qarşısında çıxış edən bir Zaur Cahangirovla söhbət edeyim. Bəzən belə hallarda olur. Ona görə mən əvvəllər deyirdim həyəcanla bağlı olan texnikalar və s. İndi biraz ehtiyatla yanaşıram məsələyə. Çünki sizi tanımıram. Durum budur. Elədir. Məsələn, istəsə üzvlərimiz biz onlara həyəcanla bağlı 10 dənə burada sırayırıq texnikaları. Amma siz onlardan bəlkə də onun içində sizin üçün faydalı olan olmayan dəqiq bilmirsiniz hansıdır ya da hamısını etməyə vaxt qalmır. İstər-istəməz effektiv olmur. Gərək sıx araşdırmalıyıq ki, bizə tam olaraq nə lazımdır. Onun üzərinə getmək lazımdır. Mənə görə həyəcanın idarə olunması üçün mən bu kitabda ikinci gün təxminən 13 texnika qeyd eləmişəm. 13 texnika qeyd eləmişəm həyəcan idarə olunması ilə bağlı. Amma mən 13-dən birini sizə desəm, digərləri ondan bağlı olduğu üçün qalacaqlar göydə. Belə bir məsələ ortaya çıxacaq. Eynən. Yəni, bəzən müəyyən mövzular var ki, bizim sahə ilə əlaqəli olmur və siz onu mənə deyən ki, mən bilirəm. Bilirəm ki, onun cavabı hər hansısa bir psixologdadır. O işləməlidir, sonra deməlidir ki, natiqin yanına gedib özünüzü təkmilləşdirin. Və yaxud da heç bir ünsiyyət qurmur adam. Sosiallığı yoxdur, çevrəsi yoxdur, onlaynda səsi bağlayıb, oradan sual yazır, məsələn. O şəxs onsuz da həyəcanlanır da. O şəxs ünsiyyət mühitində deyil. Mən həmişə deyirəm, ünsiyyət mühitinə məruz qoymalıyıq özümüzü. Diskomfort olduğumuz mühitlərdə səsimizi çıxartmalıyıq. Bu olmazsa çətin olacaq. Mən də sizə çox qatılıram. 4 il əvvəl hansısa təlimdə kimlərinsə özünü, məsələn, ad soyadını qeyd etməyini istəyirsə, mən sırası o təlimdən çıxırdım avtomatik. Yəni 4 il öncə və bunun üstünə gedirsən ki, yox olsun. Həqiqətən addım atmadığımız zaman nə qədər ətrafdan sizə qarşı yardım etsələr də, kömək dəstəkli olsa, bu olmur. Gərək sizin içinizdə də güc qüvvə olsun. Bir sual vermək istəyirəm. Maraqlı bir sualdır. Və bayaqdan çoxlu həyəcanla bağlı suallar gəlirdi. Fikrimi belə izah edeyim. Ən axırıncı dəfə nə vaxt bir networking görüşündə, bir söhbətdə iştirak eləmişsiniz? Maraqlı cavablar gözləyirəm bununla bağlı. Keçən ay. Mələk xanım olsa müxtəlif tədbirlərdə iştirak edir. Mühitdə olmaq. Orada tanımadığınız bir adamla söhbət başlatmaq. Proseslər belə başlayır. Zahir müəllim, olar mən danışım, üzr istəyirəm. Buyurun. Demək, əvvəllər məndə sürətli danışıq daha çox idi. İndi də hal-hazırda bu proses qalır. Çox sürətlə danışan insanam normalda. Çünki fikrim o qədər genişdir ki, onu qısa zamanda çatdırmağa çalışıram qarşı tərəfə. Və sizin ilk təlimlərinizdə, bilmirəm yadınızdadırsa, mən vurgulamışdım ki, mən hər hansı bir mühitə düşəndə orada ilk dəfə kiminləsə dialoqa keçə bilmirəm. Belə bir sıxıntım var idi. Heç cür. Yəni yanımda 100 nəfər adam olsun, bir adam məni dindirməsə, tanış olmağa çalışmasa, mən mümkünatı yox idi ki, orada kiminləsə tanış olum, o mühitdən ayrılım. Bu belə deyim də problemi mən mühitlərə daxil ola-ola özümdə çözməyə başladım. Yəni belə deyim də cəsarət toplayıb yaxınlaşdım kiməsə. Gəlin tanış olaq məsələn. Buradan başladı hər şey və o birinci addımdan sonra artıq mənə kimləsə tanış olmaq daha rahat gəlir. Və bunu özümdə dərk elədim ki, eyni zamanda səhnəyə çıxanda, auditoriya qarşısına çıxanda o həyəcan da onun kimi bir şeydir. Sanki hər şey o birinci dəfədə son tapır da belə deyək. Öz həllini o birinci dəfədə tapır. Birinci dəfə səhnəyə çıxanda da, auditoriya qarşısına çıxanda da və yaxud da birinci dəfə kimləsə tanış olmağa cəsarət göstərəndə də artıq bunu özündə etmiş olursan deyə ikinci dəfəsi, üçüncü dəfəsi daha rahat olur.
Mən belə düşünürəm. Ancaq özümdə həll edə bilmədiyim, çözə bilmədiyim bir problem var. Hələ də ki, bunu çözə bilmirəm. Nitqimdə səs tembirim. Yəni mənim 30 yaşım var və səs tembirim daha mənim səsimi, yaşımı yansıtmır. Artıq daha cavan, 18-19 yaşında sanki səs tembirim var. Səsimi dinləyən, özümü görməyən insan üçün mən belə düşünürəm. Yəni öz pəncərəmdən baxanda ki, səs tembirim yaşımı əks etdirmir. Səsinizlə bağlı eyni fikirdə deyildi tam olaraq. Yəni, yaşınızla bağlı bir səs tondur. Siz danışanda mən təxmin edirəm ki, bu yaşda bir insan danışır. Amma səs tonu ilə bağlı işləmək lazımdır. Yəni, işin təsirliliyi, işin maraqlı tərəfləri, işin intonasiyası, bunlara toxunmaq olur. Və dediyiniz nüanslar çox önəmlidir. Amma problem nədir? İlk dəfə başlamaq. Məsələn, Məryəm xanım mənə kesin dəfə təklif edəndə bu yaxınlarda bizim ofisə gəlmək istəyirlər müəllimlər. Düzdürmü Məryəm xanım? Bəli, inşallah ki, toplaşıb gəlmək. Toplaşıb 10 müəllim bizim ofisə gəlmək istəyirlər. Bu mənim üçün çox önəmli bir detaldır. Niyə? Çünki orada müəllimlər bir-birinə networking qurmalıdır, sonra bir çay içməlidirlər, söhbət eləməlidirlər, danışmalıdırlar, danışarkən bir-birinin gözlərinə baxmalıdırlar. Və öz dərdlərini, nitq dərdlərini bir-biri ilə paylaşmalıdırlar. Sonra onların arasından bir nitq əbəsi olur. Biz ona nitq əbəsi deyirik. Yəni, o doğuş prosesini həyata keçirən insan. O gəlir, deyir ki, biz yeni bir söz yaratmalıyıq, fikir formalaşdırmalıyıq. Fikir formalaşdırandan sonra bunu böyütməliyik. Elə bir də baxırıq ki, çox möhtəşəm nəticələr əldə edirik. Mən sizə təşəkkürümü bildirirəm. Hətta artıq hal-hazırda yorğunam və sabah səhər də iki görüşdüm. Üzr istəyirəm, bir sual verə bilərəm. Qısaca bəli, buyurun. Son sual. Üzr istəyirəm, mən özüm həvəskar olaraq həm də nağıllar səsləndirmişəm. Bir neçə uşaq nağıllar səsləndirmişəm. Mən istərdim ki, səsin qalınlaşmasına bağlı nə tövsiyələr edərdiniz ki, səs qalınlaşması olardı? Bir də üzr istəyirəm, ikinci bir sual verməsiəm, çox üzr istəyirəm. Necə etmək olar ki, yəni ki, həm kitab səsli oxumaq, həm də sürətli oxumaq. Bunu necə eləmək olar ki, yəni sürətli şəkildə, yəni ki, ikinci kitaba keçmək üçün? Çox gözəl. İkinci sualın cavabı məndə deyil. Sürətli oxu mütəxəssisləri var bununla bağlı. Onlara bunu vurğulasaq çox yaxşı olar. Səsin tonunun qalxması ilə bağlıysa, mən belə bir fikir səsləndirirəm. Burnunuzu belə tutursunuz, bu formalı və başlayırsınız. Deyirsiniz və ondan sonra bu formalı, məsələn, oxuyursunuz. Sizə bir şeir oxuyum, sonra sağollaşım sizdən. Ola bilər səsim yerində olmazsa, axşam vaxtıdır, yorğundur. Amma sizə istəyirəm ki, oxuyum o. O məşq edib oxuyacam yenidən. Məsələn, çox məşhur. Quzum, yavrum, adın nədir? Gülbahar. Peki senin anan, baban var mı? Var. Nasıl? Zengin miydi baban? Evet, zengin beyzade. Öyleyse giydiğin giyim, ne için böyle sade? Yok mu senin incilerin, altın bileziklerin? Söyle yavrum, hiç sıkılma. Var efendim, var. Var ki müəlliməm hər gün söylər, onların yox qiyməti. Bir qızın ancaq bilgidir, təmizlikdir zinəti. Bu formal məşq edərək, belə nümunəvi şeirləri, nümunəvi topluma xeyir verəcək fikirləri oxuya bilərsiniz. Təşəkkür edirik Zaur bəy. Həm öz adımdan, həm üzvlərin adından minnətdarlığımızı Mən son bir cümlə demək istəyirəm. Buyurun. Çox
gözəl fikir idi. Xoşuma gəldi həmin fikri oxuyanda. Deyir, çalışın qulaqları yoran yox, qulaqları qıdıqlayan fikirlər səsləndirin. Əgər mən sizin qulağınızı qıdıqlaya bildimsə, mənə nə xoş. Sizə də arzum budur ki, insanların qulaqlarını qıdıqlayan fikirlər səsləndirəsiniz inşallah. Təşəkkür edirəm, minnətdarıq, ağzınıza sağlıq. Təşəkkür edirik, çox sağ olun. Təşəkkür edirik Günay xanım. Təlimin əvvəlində də dediyim fikrə çox layiqli bir cavab verdiniz. Necə ki, biz müəllimlər öz şagirdlərimiz haqqında müsbət və mənfi rəyləri təkliklə onunla fərdi formada bölüşürük. Siz də əsl müəllim kimi yəni buna cavab verdiniz. Təşəkkür edirik. Vaxtınızı ayırdığınıza görə bizim üçün çox dəyərli təlimsiz. Minnətdaram üzvlərimə də iştirak etdiyinə görə, belə aktiv formada təlimdə iştirakına görə minnətdaram. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın, özünüzə yaxşı baxın. Sağ olun. Mən də təşəkkür edirəm. Mənim kitabınızı hər yerdən əldə etmək mümkündür. Natiqə Mütiliyev kitabını yalnız bizim ofisdən əldə edə bilirsiniz. YouTube qrup ofisindən əldə olunur və yaxud da Yumiko'da Natiqə Mütiliyev yazmaqla əldə edə bilərsiniz.